Aton harda ana olub, anon kimdir? 10 nəfərdən yalnız 3-ü 4-ü yararlana bilir. Şərtləri ağırdır. Həmkarlar İttifaqları xətti ilə sanatoriyalara göndərişlər hər il minlərlə işçinin istirahətini təmin edir. Amma bu imkanlardan yararlanmaq heç də hamı üçün eyni dərəcədə asan deyil. Bəzi vətəndaşlar müraciətləri rəqəmsal platforma üzərində həyata keçirilməsini müsbət qiymətləndirsə də, bəziləri əvvəlki illərdə tətbiq olunan ənənəvi sistemin daha rahat və çevik olduğunu düşünür. Həmkarlar İttifaqının xətti ilə sanatoriyalara göndərişdən faydalana bilmisinizmi? Bilmişəm, amma o dərlə ki, mən bilmişəm. Orada heç, o şey ki, hirslər ki, keçirmişəm, o 10 günün, 12 gün şey verir, heç sağalmadım da. Putovkanın alanacan ki, o qədər hissiyat keçirdim, getdim orada hələ sağalmadım. Bundan qabaq gedirdim işdə deyirdim ki, məsələn 3 aydan sonra, 4 aydan sonra şeyə çıxmaq istəyirəm. Putovka yazırdı, alırdı, çıp gedirdi. İndi məndən bir oyunda oyun çıxardıblar, mənə aton harda ana olub, anon kimdir? Nə danışana bu nədir hala? Mən yox, valideyn üzvlərim yararlana bilib. Anam, o hal-hazırda insult xəstəsidir. Keçən ilin may ayında göndərmişdik. Razı qalıbdı. Ən çox da qida məhsullarından, həkimlərin yanaşmasından belədir. Amma bir mənfi tərəf odur ki, hal-hazırda onların sayı çox azdır. Misal üçün 10 nəfərdən yalnız 3-ü 4-ü yararlana bilir bu xidmətdən. Yaxşı olardı ki, bunların daha çox sayı çoxalardı. Xeyr, mən hələ elə bir istiqamətdə, yəni göndərişlərdən faydalana bilməmişəm. Onların yəni o qədər böyük problemlərdir ki, o həmin xəttlərə düşmək, yəni şərtləri ağırdır. Ona görə də mən istəyərdim, gedib müraciət eləmişəm onlara. Deyirlər ki, təşkilat yarad, ondan sonra bizə 1 il, 2 il, 3 il pul keçir. Sonra baxar o, görək sizə düşür, düşmür. Ondan sonra göndərəcəyik, amma təəssüflər olsun ki, biz hələ bu istiqamətdə onlardan faydalana bilməmişik. Bəs sizcə Həmkarlar İttifaqının xətti ilə sanatoriyalara göndərişlər portal üzərindən daha rahatdır, ya əvvəlki qaydada rahat idi? Əlbəttə, mənə elə gəlir ki, internet sistemi, portal üstə rahat olmalıdır. Amma onlar necə yaradıblarsa bu günləri, yəni o da rahat deyil. O da yəni problem yaradır. Yox, o xəttindən getməmişəm, amma özüm getmişəm, Naftalanda olmuşam bir neçə dəfə. Xeyrini də görmüşəm. Mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sorğu ünvanladıq. İl ərzində sağlamlıq və istirahət mərkəzlərinə yollayışlarla bağlı nə qədər müraciət daxil olur? 2025-ci il ərzində sağlamlıq və istirahət mərkəzlərinə getmək üçün 180 minə yaxın müraciət qeydə alınıb. Müraciətlər vahid rəqəmsal platforma vasitəsilə həyata keçirilir və proses tam şəffaf şəkildə aparılır. Müraciətlər əsasında neçə vətəndaş bu xidmətlərdən yararlana bilir? 2025-ci il ərzində 43 mindən çox yollayış təqdim olunub. Nəticədə 86 mindən artıq vətəndaş sağlamlıq və istirahət mərkəzlərinin xidmətlərindən yararlanıb. Ümumiyyətlə bu xidmətlərdən kimlərin yararlanmaq hüququ var? Sağlamlıq və istirahət mərkəzlərinə verilən güzəştli yollayışlardan Həmkarlar İttifaqlarının üzvləri, sosial sığorta ödəyiciləri və ya pensiyaçılar yararlana bilirlər. Eyni zamanda sosial həssas kateqoriyalara aid şəxslər müəyyən olunmuş qaydalar çərçivəsində ödənişsiz yollayışlarla təmin olunurlar. Bununla yanaşı bütün vətəndaşlar, o cümlədən xarici ölkə vətəndaşları da sağlamlıq və istirahət mərkəzlərinə birbaşa müraciət etməklə və yerində ödəniş həyata keçirməklə bu imkanlardan yararlana bilirlər. Yollayışlarla bağlı müraciət edən vətəndaşa hansı hallarda imtina cavabı verilə bilər? Müraciətlərin təmin olunmaması aşağıdakı hallarda baş verir. Vətəndaş Həmkarlar İttifaqı üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmadıqda, yollayışlar üçün nəzərdə tutulan kvota və ya büdcə limiti tam istifadə olunduqda, vətəndaş eyni il ərzində ikinci güzəştli yollayış üçün müraciət etdikdə, sənədlər tam və ya düzgün təqdim edilmədikdə, maliyyə vəsaiti necə formalaşır və kimlər bu imkandan istifadə edə bilir? Yollayışlarla bağlı maliyyə vəsaiti Həmkarlar İttifaqlarının büdcəsi və dövlət sosial sığorta vəsaitləri hesabına formalaşır. Bu vəsaitlər çərçivəsində təqdim olunan güzəştli yollayışlardan Həmkarlar İttifaqlarının üzvləri,
Sosial sığorta ödəyiciləri və pensiyaçılar yararlana bilirlər. Vətəndaşlardan daxil olan müraciətlər həmin dövr üçün mövcud vəsait nəzərə alınmaqla emal olunur və təmin edilir. Qeyd edək ki, maraqlanan şəxslər eahik.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Elektron sistem vasitəsilə sanatoriya və istirahət mərkəzlərinə daha asan və rahat şəkildə yollayış əldə etmək mümkündür. Sistemə daxil olmaq digital login vasitəsilə aparılır. Bunun üçün asan imza və ya şəxsiyyət vəsiqəsinin PIN kodu müvafiq bölmədə qeyd edilir. Növbəti mərhələdə sistemdə 3 bölmə açılır. Birinci bölmə, müraciət edən şəxsin şəxsi vəsiqəsinin məlumatları sistem tərəfindən avtomatik təyin edilir. İş yeri, əlaqə məlumatları və əgər varsa sosial həssas qrupa aid olması haqqında məlumatlar daxil edilir. İkinci bölmədə isə müraciət edən şəxs ailə üzvləri ilə birlikdə yollayış əldə etmək istəyirsə, ailə üzvünün şəxsiyyət vəsiqəsi, həmçinin iş yeri, əlaqə və sosial status haqqında məlumatları bu bölmədə daxil etməlidir. Üçüncü bölmə. Bu bölməyə şəxsin seçdiyi sanatoriya və ya istirahət mərkəzi, getmək istədiyi tarix və müddət daxil edilir. Prosedur yekunlaşdıqda təsdiq düyməsi sıxılmalıdır. Müraciət təsdiq olunduqdan sonra şəxsi kabinetdə ödəniş linki vasitəsilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə yollayış tarixinə uyğun olaraq sanatoriya və ya istirahət mərkəzinə yaxınlaşa bilər.